Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. İran düşmənlərə və onların trollarına ağır zərbələr vurmağa davam edir. Və İran ikinci müzakirəyə niyə getmədi? Qısaca, çox qısaca olaraq bu mövzulara toxunmaq istəyirəm. Bugün bəzi nöqtələri çox qısaca sizin xidmətinizə çatdırmaq istəyirəm inşallah, çünki iş başında deyiləm, özümdə studiya şəraitində deyiləm. Əvvəl gəlin baxaq görək İran İslam Respublikası dediyimiz bu iki mətləbdən biri olan ikinci müzakirə məsələsinə niyə yaxınlaşmadı, niyə getmədi? Bu məsələyə bir neçə aspektdən baxa bilərik. Birinci baxış bucağı bu ola bilər ki, ən sadə baxış bucağı ki, ehtimallardan biri və doğru da ola bilər bizim nəzərimizdə. O da budur ki, son proqramlarda toxunduğumuz məsələ, qarşı tərəf bütün sektorlarda, hərbi, kəşfiyyat, iqtisadi və diplomatik arenada o qədər çarəsiz qalıb və daxili strukturalarındakı sözünü verdiyimiz parçalanmalar o qədər şiddətlənib ki, ad qoyub bu məsələdən çıxmaq üçün ehtimalı var idi ki, İranın heyətinə, heyət üzvlərinə Siyonist rejim İsrailin atalığını edən Amerika əlbir olaraq arxa planda özünü saxlayıb, güya İsrailin adından sui-qəsd hazırlaya bilərdi. Biri bu ehtimaldır. İkinci ehtimal budur ki, İran İslam Respublikası, necə ki, bu məsələyə də toxunurduq, bütün sektorlarda, məxsusən də Hormuz boğazı rıçaqında göstərdiyi kimi, dünyaya bir daha göstərir ki, biz üstün əldəyik, biz qalibik və meydanda olanlarla virtual aləmdə vurulan tweetlərin yerlə göy arası qədər fərqi var. Nə qədər də Trump çarəsizliyindən təhdid edər və təhdiddən sonra iltimasa düşərsə, müxtəlif propagandalar edərsə medialarla və bunu onun bəzi trolları yayarsa da, bu bizə fərq eləmir. Biz istədiyimizi edərik və məsləhət bildiyimizi edərik. Əgər istəsək müzakirə masasına oturarıq ki, bizim şərtlər əsasında necə ki qəbul etdirmişdik, amma bizim sözümüz reallıqdır və sözümüzün üstündə qorxmadan varıq. Şərtlərimizin birini belə, necə deyirlər, yerinə yetirməsə qarşı tərəf, biz onları giriftar qoyarıq. Biz qarşı tərəfi qələt elədimə sala bilərik. Müzakirəyə getmərik. İstədiyimiz vaxt, istədiyimiz şey vəd bizə veriləndə biz gedərik. Bunu dünyaya göstərdi və növbəti bir aspektdən baxsaq, İran İslam Respublikası bir nizam olaraq, İslami nizam olaraq dünyaya Amerika əfsanəsini necə ki döyüş meydanında sındırdı, necə ki iqtisadi boğazı əlində saxlamaqla bugün Panama boğazında da səbəb olub ki, 3 qat vergilər, rüsumlar artsın, neft tankerlərinin və ticarət gəmilərinin keçidindən alınan rüsumlar ki, biz demişdik, Hormuz boğazı sadə bir rıçaq deyil. Necə ki, bu arenalarda bütün dünyaya İran İslam Respublikası Amerikanın saxta hegemoniyasını sındırmaqla göstərdi ki, əsl söz sahibi kimdir? Bu müzakirələrə getməməkdə də bu məsələni bir daha göstərdi ki, diplomatik arenada da həqiqi hegemoniya, yəni müsbət mənada, pozitiv mənada həqiqi söz sahibi kimdir? Məxsusən də bir məsələyə diqqətinizi çəkmək istəyərdim. Elə o əvvəldə qeyd etdiyim ikinci məsələyə də qayıdır. Bu düşmənə və trollarına zərbə. İran İslam Respublikası bu müzakirəyə getmədi, diqqət eləyin. Hansı zamanda getmədi? Trump 3-cü gün gecə, yəni çərşənbə günü, bu həftə gecə 4-ün yarısı atəşkəs bitirdi. Trump yenə başladı 40 günlük döyüşdən öncəki kimi
atəşkəsdən öncəki kimi təhdid eləməyə filan edəcək, bəs mən edəcək. İran İslam Respublikası da onu danışa qalmağa məcbur etdi və İslam Respublikasından da bəzi təhdidlər getdi. Atəşkəs bitdi, Trumpı məcbur elədilər ki, tək tərəfli atəşkəsi uzatsın. Hansı Trump? Atlanıb düşən Trump. Müxtəlif iddialar edən Trump administrasiyası. Əlbəttə, bunu etməklə Konqresdən tutmuş Amerikanın hökumət və hətta hərbi strukturalarındakı parçalanmaları daha da gücləndirdi və bildiyiniz kimi sırağa gündən artıq yenidən yarpaq tökümü sürətlənib, sözünü verdiyimiz Amerikanın strukturalarında, biri də Amerikanın dəniz qüvvələrinin komandanının istifası və yaxud da kənarlaşdırılmasıdır vəzifədən. Daha bir zərbə. Yəni, onların içərisindəki çirki çıxardaraq, problemləri bir-birinin arasında qabardaraq daha böyük həm sosial etirazları qaldırdı İran müzakirəyə getməməklə, həm də eyni zamanda strukturalarında olan, içəridə olan parçalanmaları daha da gücləndirdi. Çünki biz dəfələrlə demişik, şeytani cəbhə və materialist ideyalar üzərində qurulan bir qurum və sistem siyasəti də təbii olaraq, normal olaraq bu prinsiplərə əsaslandığına görə qarşısında güclü müqavimət göstərən bir güc göstərəndə və əlçatmaz ideologiya ilə meydana girən bir qüvvə olanda təbii olaraq öz daxilindəki parçalanmaları güclənir. Necə ki, dəfələrlə bu ayəyə toxunmuşuq Həşr surəsindən ki, Allah Quranda buyurur ki, Təhsəbuhum cəmiən, qulubuhum şətta. Onları bir yerdə elə bilərsən, vəhdəti var, amma onların batinində bir-birindən ayrıdırlar. Çünki maddi və materialist prinsiplərinə əsasən güclü müqavimət görəndə artıq mənafeyləri kəsişə bilir. Keçən proqramlarda üç NATO-nun İran tərəfindən necə bu döyüşdə parçalanmasından danışdıq. Beləliklə İran müzakirəyə getmədi. Sonra hansı dönəmdə getmədi? Bax bu. Trumpın təhdid elədiyi, Trump təhdid elədi, fikir verin, dünya arenasında görüntüyə baxın. İran İslam Respublikası müəmmalı saxladı, dedi, bilmirik filan, Amerika qələt elədimə düşməyincə biz getməyəcəyik, sözdə blokadasını yarmayınca biz getməyəcəyik, blokadasının arasından gəmilərini keçirtdi və ondan sonra getmədi bu müzakirəyə. Trump məcbur oldu bir tərəfli müzakirəni uzatmağa, yenə də sözünü sındırdı. Yenə də İran İslam Respublikası müzakirələrə getmədi bunun üstündən. Bu özü bizə bir çox söz deyir. Və Trump administrasiyası gördü ki, vəziyyət xarabdır, dedi, İrandakı bu qalxınma, bu qədər 55 gündə insanlar çölə tökülür, daxili öz strukturalarındakı parçalanmanı da gizlətmək üçün İranın daxilindəki vəhdəti psixoloji və media, virtual oyun oynayaraq istədi İrandakı bəzi kiçik fikir ayrılıqlarından sui-istifadə eləsin, İrandakı bu üçbucaq vəhdət üçbucağını sındırsın. Meydanda olan, xiyabanlarda olan xalq, meydanda olan silahlı qüvvələr və məxsusən də diplomatik bucağından sui-istifadə eləmək istədi. İran cuşa gəlmiş İran xalqının bu müsbət və pozitiv aurasını qoca tülkü İngilisin yaratdığı və Sion mafiyasının yaratdığı böyük şeytan Amerika istədi bu aura ilə, bu dalğanın gedişi ilə getsin, bunların pozitiv ab-ı havasından diplomatik müzakirəyə nifrətlərindən sui-istifadə eləsinlər və belə bir görüntü yaratsınlar ki, İranın yuxarı strukturalarında da müzakirə ilə bağlı filan fikir ayrılıqları var, meydanla bağlı. Yəni, diplomatik arenada güya İranda parçalanma var və bu parçalanma biri, məsələn, o vəhdət üçbucağının döyüş meydanı bucağına qarşıdır, biri nə bilim müzakirəyə qarşıdır filan. Amma İran bunu da sındırdı. İranın hökumət strukturaları, biz Telegram kanalımızda da yayımladıq. Əlbəttə, əvvəlki kanalımız əlimizdən çıxdı. Şərh bölməsində baxarsınız, yeni Telegram kanalımızda operativ xəbərləri siz üçün yayımlayırıq. Orada da bunu yerləşdirmişik xəbərlərini. İran 3 əsas orqanı, hökumət orqanı
bir bəyaniyyə verdi. Deməli, prezident administrasiyası, məhkəmə orqanı və parlament, İslami Parlament, Milli Məclis deyərlər də bizə bu orqan üçü də bir mesajı verdi ki, bizdə nə radikal var, nə orta həddi tutan var. Hamımız İranlıyıq, inqilabçıyıq, İran xalqındanıq. Diqqət eləyin. Diplomatika, meydan və xalq üçbucağı bax deyirəm. Onlar üçümüzün də sözümüz birdir. Diplomatik arenanın içərisindəki qüvvələrimizin də sözü, daxili sözü birdir. Allahımız birdir. Bir Allahımız var. Yəni bir Allah, yəni tək Allah, bir lider, bir millət və bir yol. O da İran və İslam inqilabıdır. Və bir yolumuzu da bir liderimizin arxasında, Seyyid İmam Seyyid Muştaba Xameneyinin arxasında. Bunu Pezeşkiyan yayımladı. Prezident administrasiyası olaraq, Qalibov məclisin spikeri olaraq, Muhsin Ejeyi məhkəmə orqanlarının, prokuraturanın rəisi olaraq və bundan sonra İranın bir çox orqanları, mən saydım 10-15 orqanı, əsas orqanları, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, hamısı eyni mesajı yayımladı. Hətta İran Təhlükəsizlik, Ali Təhlükəsizlik Şurası da bu, necə deyərlər, mesajı yayımladı. Bu da qarşı tərəfin əlini daha da bağlamağa səbəb oldu. Buna görə yenə mən qayıdıram əvvəlki iki ehtimaldan birinə ki, 51% bir ehtimala daha çox üstünlük verirdim. Ya 49%. Qarşı tərəf söhbəti uzada-uzada Trumpın tək tərəfli uzatmasıyla abrını saxlayıb dəniz qüvvələrinin də faciəvi şəkildə fiyaskoya uğramadan digər qüvvələri ki, necə ki fiyaskoya uğradı və ağır zərbə aldılar və bazıları alt-üst oldu. Onlar kimi dəniz qüvvələrində əlindən verməmək şərti ilə vaxtı biraz uzadıb 1 aya, 2 aya çıxıb getməlidirlər bu 1-2 ay ərzində. Hər halda getməlidirlər. Ya belə getməlidirlər, buna mən 49% deyirəm. Amma 51% dediyim budur. Sion lobbiləri Trump'ı o qədər sıxışdırmalıdırlar ki, axırıncı axmaqlığını etsin, hansısa bir hərəkətlənmə etsin. Ona görə bu gecələr, bugün gecə, sabah gecə mən yadınıza gəlir, deyirdim, atəşkəsdən bir neçə gün öncə dedim ki, qarşıdakı 2 həftə, uzağı 3-cü həftə ilə birlikdə həssas talih yüklü məsələlər həll olunur. Gördünüz, 2 həftədə çox talih yüklü məsələlər, bax, indi də təhlilini verdiyimiz üzərə baş verib. Bu 3-cü həftəsidir. Mümkündür bu gecələrdə hansısa bir axmaqlıq etmək istəyərlər, amma mümkündür də keçən proqramda qeyd etdiyimiz kimi İslam Respublikası həm yeni texnologiya göstərmək baxımından, yeni sürpriz cəbhə göstərmək baxımından bunlara sürprizləri yaşada bilər. İranın bu vəhdəti bölgədə də genişlənir. Bu iki yerdə bugün yaxın günlərdə özünü göstərə bilər. Biri Livanda, biri Somalidə, Yəmənlə birlikdə. Livanda görürsünüz, Hizbullah qarşı Quduz İsyanist rejimin atəşkəsinə qarşı ağır zərbələri vurur onlara. Və keçən proqramda da toxunduq, Siyonist rejimin itkiləri şiddətli senzuralarına rəğmən həddən çoxdur. Bəzi yerlərdə 30.000 itkisinin 40 gün ərzində olduğu da bildirilir. Siyonist rejimdəki uçurumlar genişlənəcək. Livanda nə baş verə bilər mənim gözlədiyim bu yaxın günlərdə hadisələrin, proseslərin qızışmasıyla dəfələrlə toxunduğumuz bir məsələnin nəticəsi görünə bilər ki, biz deyirdik ki, Livan hökumətinin xainliyi üzə çıxmalıdır. Bax, bu atəşkəsin hikmətlərindən biri bu idi. İran suyun biraz durulmasını gözlədi ki, ətrafda olan müqavimət cəbhələrinin yerləşdiyi satqın bəzi hökumətlər, Livan hökumətləri də xalqlarının gözündə durulan suda Siyonist rejimin vəhşiliyindən sonra daha çox görünsün. Bugün Livanda bu görünür. Livan satqın hökuməti Amerikanın vasitəsilə Siyonist rejimin Quduz itin rəsmiləri ilə birbaşa görüş keçirir. Güya atəşkəs
necə deyərlər, müzakirələri birbaşa. Bu nə deməkdir? Bu o deməkdir ki, Livan hökuməti Livanın xalqına qarşı son hadisələrin özündə belə həddən çox vəhşicəsinə genosid törədən siyonist rejimdən və onun atalığı Amerikadan qorxduğunu və xalqının onlar üçün önəmli olmadığını göstərir. 2. Quduz siyonist rejimi legitimliyə bir dövlət olaraq tanıdığını göstərir. Bu isə Livan xalqının qəzəbini qaldırır. Biz bir neçə ildir bu sözü verirdik sizə ki, Livan xalqı, ümumiyyətlə İran İslam Respublikasının siyasəti buna əsaslanır ki, xalqlar özü görsün ki, başında kim oturub. Bu yavaş-yavaş Qafqaza da sirayət edəcək. Sizə söz vermişik, Qafqaz barəsində məxsus çəkiliş edəcəyik inşallah. Yavaş-yavaş sirayət edəcək və etməkdədir inşallah. Qafqazdakı hökumətlər də, xüsusən Azərbaycan hökuməti bunu dadacaq yaxından. Və Azərbaycan xalqı da və hökuməti də gözləmədiyi sürprizləri gözləməlidir. İnşallah xalqımız müsbət mənada, hökumət isə bu gedişlə mənfi mənada. Livana bir cür təsir qoydu. Bax, İranın bu vəhdəti bir nümunə olaraq və Livan hökumətinin satqınlığını suyun durulması ərəfəsində, bu atəşkəs ərəfəsində necə göstərdi? Bax, belə göstərdi ki, genosid eləyən rejimlə birbaşa müzakirə elədi. Həmin müzakirə günündə də həmin rejim Əl-Əxbarın bir cavan xanım müxbirini terror elədi. Sui-qəsd elədi ona qarşı. Diqqət eləyirsiniz. Bir də Somali. Somalidə işə daxil olub artıq bir gəmini saxlayıb. İngilis və siyonist rejimə bağlı, səhv eləmirəmsə, bir gəmi idi. Ona hücum olub. Somali sərhədlərindəki Yəmənin cənub tərəfindədir Somali. Babülməndəbə yaxındır və Somaliland parçalanma siyasətini siyonist rejim orada dəstəkləyirdi. Somalilanddə özünə bir baza düzəltmək istəyirdi. Yəmən və Somali işbirliyini də həm Babülməndəb məsələsində, həm Babülməndəbə gedən yol üzərində, həm də siyonist rejimin bazalarının havaya uçurula biləcəyində görə bilərik. Hər halda sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.